Dünyada çoxlu sayda göllər mövcuddur və bəzi ölkələr bu göllərin böyük hissəsinə sahibdir. Göllərin sayı baxımından diqqət çəkən ölkələrdən biri Rusiyadır. Bu ölkədə 200 mindən artıq göl qeydə alınıb. Amma birinci yer axtarırsansa, Rusiya lider deyil. Dünyada ən çox gölü olan ölkə Kanadadır. Dünya göllərinin təxminən 62%-i Kanadada yerləşir. Yəni 808 mindən çox göl. Buna baxmayaraq, Rusiya da bu baxımdan geri qalmır və saysız-hesabsız maraqlı su hövzələri ilə doludur. Rusiyadakı göllər arasında biri var ki, həmişə sirli və maraqlı hekayələrlə hatırlanır. Bu videoda Baykal gölünə baxacağıq və onun hekayəsini başdan sona danışacağıq. Baykal gölü Sibirin cənubunda yerləşir. Monqolistanın şimal torpaqlarına yaxın ərazidə. Bu gölün sahəsi təxminən 32 min kvadrat kilometrdir. Yəni demək olar ki, Belçika ölkəsinin ölçüsünə bərabərdir. Baykal bəzi göllərlə müqayisədə o qədər də nəhəng görünməyə bilər. Amma sahəsinə görə yenə də dünyanın 7-ci ən böyük gölü sayılır. Dünyanın ən böyük gölünü demək olar hamı tanıyır. Xəzər dənizi. İkinci, dördüncü və beşinci ən böyük göllər Kanada ilə ABŞ sərhəddi boyunca yerləşir. Üçüncünü də unutmayaq. Afrikada yerləşən Viktoriya gölü dünyanın üçüncü ən böyük gölüdür. Ondan bir qədər cənubda Tanganika gölü var və o da 6-cı ən böyük göl sayılır. 7-ci yeri isə Baykala məxsusdur. Amma Baykalın onu dünyada birinci edən başqa bir xüsusiyyəti var və bu da onun qeyri-adi dərinliyidir. Baykal dünyanın ən dərin gölü hesab olunur. Bu gölün səthi açıq okean səviyyəsindən təxminən 455 metr yuxarıdadır. Maksimum dərinliyi isə təxminən 1640 metrə çatır. Müqayisə üçün, Xəzər dənizinin cənub hissəsindəki ən dərin nöqtə təxminən 1025 metrdir. Bu rəqəmlər Baykalın dərinlik baxımından tamamilə fərqli səviyyədə olduğunu göstərir. Hər göl müəyyən səbəblə yaranır. Əksər hallarda əsas rol çaylara məxsus olur. Baykal da yüzlərlə çayın birləşməsi və böyük bir vadidə suyun toplanması nəticəsində formalaşıb. Bu gölün ən heyrətamiz xüsusiyyətlərindən biri odur ki, dünya üzərindəki səth şirin sularının təxminən 22%-ni özündə saxlayır. Yəni dünyanın şirin su ehtiyatının demək olar 1/4-i təkcə burada toplanır. İqlim baxımından Baykalın ətrafı çox soyuq bölgədir. Göl Sibirin cənubunda yerləşir və bu ərazilərdə qışlar çox uzun və sərt keçir. Bölgənin illik orta temperaturu təxminən -21 dərəcədir. İlin böyük hissəsində gölün səthi buzla örtülü olur. Və rahat şəkildə üzmək üçün uyğun yer sayılmaz. Baxmayaraq ki, həmişə buz kimi suda üzməyi sevən insanlar tapılır. Şiddətli soyuq səbəbindən ətrafda əhali çox deyil, amma yenə də Baykalın ətrafında təxminən 40 kiçik kənd mövcuddur. Bu bölgədə yaşayanların çoxu Sibir yerli xalqlarındandır. Onlara buryatlar deyilir. Onlar Monqol mənşəli xalqlardan sayılır. Amma mədəniyyətləri həm Sibirlilərdən, həm də Monqollardan xeyli fərqlənir. Bu insanların əksəriyyəti buddistdir. İndi isə biraz da geologiyaya baxaq. Bu gölün yaranması yer qabığındakı plitələrin hərəkəti ilə əlaqəlidir. Baykalın şərqində Amur plitəsi yerləşir və bu plitə Avrasiya plitəsindən tədricən ayrılır. Bu yavaş, amma davamlı hərəkət bölgədə güclü tektonik təzyiqlər yaradıb və nəticədə böyük bir çökəklik əmələ gəlib. Zamanla bu çökəklik çay suları ilə dolub və Baykal gölü yaranıb. Bu dəyişikliklər o qədər yavaş baş verir ki, gözlə görmək mümkün deyil. Baykal hər il təxminən 4 mm genişlənir. Hesablayıblar ki, bu su hövzəsi təxminən 25 milyon il əvvəl formalaşmağa başlayıb və tədricən böyüyüb. Bəlkə də düşünə bilərsən ki, yer kürəsinin yaşı ilə müqayisədə Baykal gənc göldür. Amma əksinə, Baykal hələ də mövcud olan ən qədim göldür. Göllər zamanla yaranır və yox olur.
Məsələn, Xəzər təxminən 5,5 milyon il əvvəl indiki formasını alıb. Ondan əvvəl Paratetis adlı böyük bir dənizin parçası idi və bu dəniz Aralıq dənizi, Qara dəniz və Xəzəri bir-birinə bağlayırdı. Hətta Atlantik okeanına çıxışı vardı. Milyonlarla il ərzində bu su hövzəsi parçalanıb və Xəzər ayrı bir göl kimi qalıb. Baykal isə ondan xeyli qədimdir. Yüzlərlə çay Baykala tökülür, amma yalnız bir əsas çıxışı var: Anqara çayı. Qışda gölün səthi tamamilə donur, amma yalnız üst qat buz bağlayır. Bir qədər dərinliyə enəndə suyun temperaturu təxminən 4 dərəcəyə qalxır və artıq donmur. Yayda buzlar əriyir, payızda isə yenidən donma başlayır. Baykalda su canlıları çoxdur və müxtəlif növlər burada yaşayır. Bu gölün ən maraqlı xüsusiyyətlərindən biri suyun son dərəcə təmiz olmasıdır. Mütəxəssislər deyir ki, Baykalın suyu o qədər təmizdir ki, birbaşa içmək mümkündür. Elmi araşdırmalar göstərib ki, bu su bir çox Amerika şəhərlərinin kran suyundan belə daha təmizdir. Suyun şəffaflığı o qədər yüksəkdir ki, qışda buz bağlayanda altını aydın görmək olur. Qışın ortasında buzun qalınlığı təxminən 1,5 metrə çatır və buna görə avtomobillər buzun üzərində hərəkət edir. Baykal ilə Xəzər arasında bir vaxtlar Aral gölü yerləşirdi, amma Sovet dövründə qurudu. Bu acı təcrübə səbəbindən Sovet rəhbərliyi və sonradan Rusiya Baykal ətrafında təbiətə daha az müdaxilə etməyə qərar verdi. Böyük bəndlər tikilmədi, çayların axını dəyişdirilmədi ki, göl qorunsun. Baykal ətrafında neft və qaz ehtiyatları olsa da, onlara toxunmamaq qərarı verilib. Çünki ən kiçik sızma belə bu nəhəng şirin su ehtiyatını çirkləndirə bilər. Bu səbəbdən bu strateji su mənbəyini qorumaq daha vacib sayılıb. Buna baxmayaraq, iqlim dəyişikliyi burada da təsirini göstərir. Son illərdə yaylar daha isti keçməyə başlayıb. Temperatur bəzən 16 dərəcəyə qədər yüksəlir. Adətən yayda 7-8 dərəcə olan bir bölgə üçün bu artım böyük sayılır. Daha isti hava isə daha çox turistin gəlməsinə səbəb olur. Bu isə gələcəkdə gölün ekosistemi üçün risk yarada bilər, əgər düzgün qoruma planları həyata keçirilməzsə. Zaman keçdikcə daha aydın başa düşürük ki, ekosistemlər milyonlarla il ərzində formalaşır və çox həssasdır. Onlara müdaxilə etmək bəzən geri dönüşü çətin olan nəticələr yarada bilər. Biz çalışırıq ki, ən yaxşı elmi mövzuları və dünya üzrə kəşfləri sizin üçün vizual şəkildə təqdim edək. Kanalımıza abunə olaraq bizi dəstəkləyə bilərsiniz. Şərhlərinizi oxuyuruq, ona görə də bu videonun mövzusu ilə bağlı fikirlərinizi səbirsizliklə gözləyirik.